Bu tiktokerlər, nə bilim, miktokerlər, nə bilim, o bitcokerlər İlham Əliyevi özlərinə sipər gətirərək Ali Başkomandan, Ali Zəfər, nə bilim, filan, o Ruslar demişkən samozvanistlər özlərindən artıraraq özlərini müdafiə edirlər. Ancaq bilmirlər ki, bu İlham Əliyevin özünə elə xəyanət. Yəni, bunlar İlham Əliyevi bu qədərini aşağı səviyyəli bir insan hesab edirlər. İlham Əliyevi bu qədərini, yəni düşüncəsi zəif bir insan edirlər. Heç şeydən xəbəri yox imiş. İlham Əliyevin məmləkətdə baş verən heç bir işdə məlumatı yox imiş. Heç bir, ümumiyyətlə o Heydər Əliyev dönəmində belə bir mülk buraxmışdılar. Heydər Əliyev öz çox yaxşı insanların ətrafındakiler hamısı pisdir, hamısı uğraşdı. Ya baxın, həzsən mətəbə, bu daha betər. Yəni bu İlham Əliyevi daha kiçilməkdir. Ona görə kiçilməkdir ki, İlham Əliyev dəfələrlə deyil. Nəyin, nə zaman olacağını mən, yəni İlham Əliyev həzrətləri çox yaxşı bilir. Elə İlham Əliyevin də qorxduğu, həmin o Rusiyanın qurduğu bugünkü siyasi rejimdir. Siz elə bilirsiniz ki, İlham Əliyev, Xanlar Bəliyevdən, nə bilim, o Konstitusiya məhkəməsinə başsız baş nazirin kabinetinə göndərdiyi